Salam şagirdlər, mən Allahverdiyeva Nərmin müəllimə. Bu videoda mən sizin üçün 7-ci sinif biologiyadan 6-cı kiçik summativ qiymətləndirmə nümunəsini izah edəcəm. Yəni summativə hazırlıq üçün sizə kömək ola bilər deyə düşünürəm. Birinci sualdan başlayaq. Nöqtələrin yerinə uyğun gələn sözləri seçib yazın. Deməli, açar sözlər verilir və nöqtələrin yerinə uyğun gələnləri seçib yazmalıyıq. Orqanizmi əhatə edən cansız və canlı təbiətin bütün şəraiti mühit adlanır. Bitki və heyvanlar kimi canlı orqanizmlər də bir-birindən ayrı yaşamır və bir-birinə təsir göstərir və bu mühitin biotik amilidir. Müəyyən ərazidə birlikdə yaşayan eyni canlının bütün fərdlər qrupu populyasiyanı təşkil edir. Habitatda orqanizmlərin təbii birlikləri və ətraf mühitin cansız hissəsi ekosistemi təşkil edir. Yer kürəsində bitkilər, heyvanlar, göbəklər və mikroorqanizmlər kimi bütün canlıların müxtəlifliyidir. Bura isə biomüxtəlifliyi qeyd etməlisiniz. İkinci suala baxırıq. Şəkil əsasən müəyyənləşdirin. Görürük ki, burada müxtəlif ot bitkilər göstərilmişdir və orada da qeyd olunur ki, bunlar müxtəlif ot bitkilərdir. Deməli, burada 3 növ var. Fərqli-fərqli növlərdir. Fərd sayı isə elə 3 dənədir. Yəni, burada neçə dənə bitki varsa, fərd sayı o qədər olur. Üçüncü suala baxırıq. Uyğunlaşdırın növ müxtəlifliyi, genetik müxtəliflik və ekosistem müxtəlifliyi. Müəyyən bir canlı, müəyyən bir coğrafi ərazidəki ekosistemlərin müxtəlifliyidir. Bu, ekosistem müxtəlifliyinə aiddir. Eyni bir zamanda habitatların və təbii birliklərin müxtəlifliyidir. Bu da ekosistem müxtəlifliyinə aiddir. Növlər arasındakı fərqlərlə yanaşı, eyni növün müxtəlif fərdləri daxilindəki müxtəlifliyi və dəyişkənliyi ifadə edir. Deməli, növlər arasındakı fərqlərlə yanaşı, eyni növün fərdləri daxilindəki müxtəlifliyi və dəyişkənliyi ifadə edən genetik müxtəliflikdir. Müəyyən bir ərazidəki növlərin müxtəlifliyidir. Bu isə növ müxtəlifliyinə aid edilir. Dördüncü sual. Verilən qarşılıqlı təsir formalarına uyğun fikirlər və nümunələr yazın. Deməli, komensalizm və parazitizm. Komensalizm nədir? Yəni, biri üçün faydalı, digəri üçün heç bir önəm daşımır. Yəni, tutaq ki, kitabınızda da qeyd olunub, bitkinin toxumlarını yaymaq lazımdır. Yəni, bitki üçün bu faydalı bir xüsusiyyətdir ki, bitki toxumlarını nəyinəsə yaymalıdır. Yəni, hər hansı bir heyvanın bədəninə tüklər falan yapışıb gedib başqa yerlərə yayılırsa, deməli, bu heyvan üçün heç bir əhəmiyyəti yoxdur. Yəni, o, belə deyək də, onun tükünə yapışsaydı da, yapışmasaydı da, toxumlar o gedirdi onsuz da. Yəni, onun üçün heç bir əhəmiyyəti yoxdur, amma bitki üçün əhəmiyyəti var ki, toxumlarını başqa yerlərə yayır. Ona görə də komensalizmə bunu misal göstərə bilər. Parazitizm o deməkdir ki, yəni biri üçün faydalı, digər üçün ziyanlıdır. Məsələn, insan orqanizmində, eyni zamanda digər orqanizmdə parazitlik törədən canlılar var. Məsələn, birə, insan orqanizmində parazitlik eləyir, parazit qurtlar var ki, orqanizmdə parazitlik edir. Bunları misal göstərə bilərsiniz. Davam edirik. 5-ci sual. Verilənlərdən hansının növ müxtəlifliyi daha çoxdur? Baxır ki, 2 quş növü var, 5 kərtənkələ növü var. Deməli, burada 7 dənə növ var. B variantında deyir, 20 quş növü. Burada 20 dənə növ var. 3 quş növü, 2 at növü, 5 qurbağa növü. Yəni, burada da cəmi 10 dənə növ var. Amma D variantında 15 pişik növü, 8 it növü varsa, deməli, burada 15-in üstə 8 gəndə neçə edir? 23. Deməli, burada 23 müxtəliflik var. Ən çox müxtəliflik, deməli, D variantındadır. 6-cı suala baxırıq. Eşək və maddiyanın cütləşməsindən əmələ gəlir. Bilirik ki, adətən eyni növün fərdləri çarpazlaşır. Yəni, eşəklə eşək, maddiyanla maddiyan çarpazlaşır ki, döllü nəsil versin. Yəni, çoxala bilən nəsil versin. Amma eşək və maddiyanı çarpazlaşdırıblar və bu zaman qatır əmələ gəlib. Amma bu qatırda dölsüz olub. Deməli, burada doğru cavabımız olacaq A variantı. 7-ci sual. Verilən fikirlərin doğru və ya yanlış olduğunu qeyd edin. Genetik müxtəliflik növün fərdləri arasındakı bütün fərqlərin səbəbi onların müxtəlif genlərə sahib olmasıdır. Bu doğru fikirdir. Orqanizmlərin sahib olduqları əlamət və xassələr heç bir şəkildə başqa nəsillə ötürülə bilməz. Bu yanlış fikirdir. Çünki tutaq ki, valideynlərdə olan hər hansı bir əlamət onun övladına da ötürülə bilir. Məsələn, valideynin saçı qıvrım saçlıdırsa, onun övladına da ötürülür. Məsələn, qara gözlü valideyndirsə, onun övladına ötürülür. Eyni zamanda da bitkilərdə də hansısa xüsusiyyəti digər, belə deyək də, çoxalır və eyni xüsusiyyətləri təkrarlayır. Yəni, ötürülə bilər.
Amma burada deyir ötürə bilməz, ona görə bu yanlış fikirdir. Hər bir ekosistem digər ekosistemlərlə əlaqəli olduğuna görə baş verən hər hansı bir dəyişkəni digər ekosistemlərə də öz təsirini göstərə bilər. Bu da doğru fikirdir. Ekosistemdəki dəyişkənlik oradakı yaşayan orqanizmlər üçün çox böyük nəticələrə səbəb ola bilər. Doğrudur. Eyni növün fərdləri bir-biri ilə heç vaxt cütləşə bilməz. Bu yanlış fikirdir. Bayaq da qeyd etdik ki, eyni növün fərdləri bir-biri ilə çarpazlaşa bilər. Mərcan rifləri biomüxtəlifliyi ən zəngin olan ekosistemlərdən biridir. Bu da doğrudur. Kitabınızda qeyd olunub. 8-ci sual. Hər bir orqanizmin yaşaya biləcəyi yerə onun habitatı deyilir. 9. Tundra biyomuna rast gəlinmir. Tundra biyomuna Şimali Amerika, Amerikada, Avropada, Asiyada rast gəlinir, amma Afrikada rast gəlinmir. 10-cu sual. Çoxala bilən nəsillər əmələ gətirmək üçün bir-biri ilə sərbəst cüzləşən oxşar canlılar qrupu növü təşkil edir. İzah bu qədər. Şagirdlər, hər birinizi uğurlar. Sağ